Allah Resulü sallallahu aleyhi ve sellem hər dəfə cümə xütbəsinə çıxıb deyərdi ki, və şərrəl umuri muhtəsətuhə. Ən şər işlər sonradan uydurulan bidətlərdir. Və kullə muhtəsətin bidə. Və hər o uydurulanlara Allah Resulü bidət adı verib. Bidət nədir? Muxtaraatun fiddin. Muxtaraatun fiddin qısa olaraq. Dində olan bir ixtira. Yəni biz dindən danışırıq. Dinə nisbət olunan, dində olunan ixtiraya, yeniliyə bidət deyilir. Hətta o şey həsənə olsa belə, insanlar onu həsən görsə belə, yaxşı görsə belə. Ona görə bu nədir? Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, şərrəl umur muhtəsətuhə. Baxın, bəzi insanlar deyir ki, bu xeyirdir, mən əməl edirəm. Amma Allah Resulü sallallahu aleyhi ve sellem buna şər deyib. Necə ola bilər ki, Allah Resulü sallallahu aleyhi ve sellem kullu bid'atin dalalə deyir. Hər bidət zəlalətdir deyir. Və sən deyirsən, yox, mənim etdiyim bidət xeyirdir. Mümkün deyil bu. Mümkün deyil. Yaxşı, nəyə görə Allah Resulü sallallahu aleyhi ve sellem çəkindirib bidətdən? Yəni, əqli dəlil verək buna. Allah Azze ve Celle Quran-ı Kərimdə ki, Əm ləhum şurakəu şəra'u ləhum minəd-dini mə ləm yəzən bihilləh. Yoxsa deyir, onların şərikləri, ortaqları mı var Allahdan qeyri? Onlara şəriət qoyub, onlar üçün şəriət ediblər. Onlar üçün şəriət ediblər. Ona görə, yəni, insan həmişə düşünməlidir. Düşünməlidir ki, yəni, necə ola bilər ki, Allah Azze və Cəllə hər şeyi bilən, elmi hər şeyi əhatə edən və kənəllahu bimə ya'maluna muhita. Allah sizin etdiklərinizi əhatə etmişdir. Hər şeyi bilən Allah Subhanahu və Teala dinini tam kamil şəkildə göndərməsin.